Salam dostlar, Ayvazoğlu TV efirdə sizinlə mən Şahəddin İlxan Mailov. Xoş gördük, necəsiz, nə var, nə yox. Düzünü deyim ki, hər bu yəni verilişimizin əvvəlinə, başlığına baxanda ağlımdan o qədər ürəyimdən keçir ki, sözlər yığılır və istəyirəm ki, onu sizə deyim və kadrlar dəyişdikcə, rəngarənglik çox olduğuna görə istər-istəməz hamısını birdən demək istəyirsən, amma nə yazıqlar ki, hər insan beyni onun hamısını birdən yadında saxlayıb deməyə imkanından xaricdir. İndi bizim o gənc qızımız deyir ki, mən Bakılıyam, hara gedim, hara gedək sizin əlinizdən. İnanın mənə, mənim gözəl qızım, heç hara getmək lazım deyil. Yəni, o rusların bir sözü var, deyir, orada o yerdə yaxşıdır ki, orada sən yoxsan. Bu belə deyil, inanın mənə, biz. Hara gedirsən get. Sən özün üçün öz cənnətini sən özün yaratmalısan öz əlinlə. Əgər onu yaratmasan, o sənin deyil və sən o da özünü heç vaxt xoşbəxt hiss edə bilməzsən. Baxın, mən şəxsən Avropadayam. Deyək ki, haradasa bir 8 il təsəvvür edin. Hər şey var, amma sən yadlar arasında sən onsuz da yatsan. Amma məsələ burasındadır, mən başa düşürəm. Yəni, insan işsiz olanda, gücsüz olanda, yəni vəziyyəti, siyasi nöqteyi nəzərdən vəziyyəti gərgin olanda istər-istəməz yəni bir yer axtarırsan. Yəni, bəzən bu, deyək ki, bu insan üçün lazım olan gündəlik tələbat, ən azından onu sənin əlindən alanda sən artıq insan kimi ölürsən. Bəs o şeyi saxlamaq üçün bəzən gedirsən, hər şey var, amma o xoşbəxtlik yoxdur. Niyə? Ona görə ki, sən öz doğmalarının arasında belə istəyirsən. Amma gəlmirsən, yad insanlar, yad millət, yad deyək ki, təriqət, onların arasında özünə işdə tapırsan, gücdə tapırsan, pul da tapırsan, varlanırsan da, hələ biraz vəziyyətin də yaxşı, uşaqların da hamısı. Amma yenə özünü xoşbəxt hiss eləyə bilmirsən. Bilirsiniz niyə? Ona görə ki, sən burada xoşbəxt ola bilməzsən heç vaxt. Ona görə ki, səni öz kökündən ayırıb, gətirib elə bir ki, deyək, tropik zonada sən baxın, əkilirsən və istər-istəməz orada sənin biraz boyun qısa olur, biraz deyək ki, bükük olursan, biraz xəstə hal olursan. Yəni, o nöqteyi nəzərdən mən düşünürəm ki, biz ancaq özümüz, öz ölkəmizdə, öz xalqımızın, öz millətimizin içində bu İlham Əliyev kimi və onun bandası kimi dəraduzları öz ölkəmizdən qovub, öz dövlətimizdə öz xoşbəxtliyimizi qurmalıyıq. Yəni, ən azından biz keçsədə, yəni balalarımız üçün bunu eləməliyik. Və mən, inanın mənə, mən yəni bədbin notlarla danışmaq istəmirəm. Yəni, məsələn, bugün bir lent gördüm, mən yaşlı bir xanım, yəni bizi kimi xanım artıq əgər, deyək ki, çağırırsa ki, qalxın ayağa, durun bu şərəfsizləri bu ölkəmizdən qabaq öz var dövlətimizə sahib çıxaq. Deməli, artıq yəni istənilən qədər etirazlar var. İndi qalır bircə o adamları bir yerə yığmaq. Yəni, baxın, hara baxırsan etiraz, hara baxırsan, deyək ki, İlham Əliyevə qarşı nifrət, kin. Sadəcə olaraq indi bu adamları bir yerə yığmaq lazımdır ki, və onunla biz sadəcə olaraq öz istəyimizə nail olaq. Bunu da eləmək üçün bir balaca, yəni təşkilatlanmaq üçün ən azından və biraz da deyək ki, çox olmaq üçün işləmək lazımdır. Və mənim bayaq əlimə bu Dəraduz Heydər Əliyevdən bağlı bir lent keçdi. Düzünü deyim ki, bugün söhbətimizi mən o mövzunun üstə qurmaq istəyirdim ki, bizim bir xanım, yəni polislər dartır, aparır o ana bana və bu da dayanıb orada, polislər cumurlar bunun üstünə, deyir ki, nə olub, məni niyə tutursunuz? Mən nə edirəm, danışmıram heç nə, o dayanmışam burada. Olmaz burada dayanmaq.
yaxşı gedirəm orada, niyə tutursunuz məni? Yəni və mən istədim bu sualı İlham Əliyevə verim. İlham Əliyev, bu insanları niyə tutursan?